X vurulsun modulda x çıxaq 4 bərabər x kvadrat çıxaq 30 tənliyinin köklərinin cəmini tapın. Tənliyi 2 hal üçün həll etməliyik. Birinci halda ola bilər ki, x böyük bərabərdir 4-dən. Onda belə olacaqdır. X vurulsun. Modul daxili ifadə müsbət olduğu üçün olduğu kimi açırıq. X çıxaq 4 bərabər x kvadrat çıxaq 30. X kvadrat çıxaq 4x bərabər x kvadrat çıxaq 30. Bir tərəfə yığıram. X kvadrat çıxaq 4x çıxaq x kvadrat bərabər -30. Burada x kvadratlar islah olur. X'i tapmaq üçün -30'u -4'ə bölsək alacaq 7,5. Deməli, x'in bir qiyməti müsbət 7,5'dir. İndi keçək ikinci hala. İkinci halda ola bilər ki, demək, x 4'dən kiçik olsun. X kiçikdir 4'dən. 4'dən kiçik olduğu halda modul daxili ifadə mənfi olduğu üçün mənfiyə vurvatsaq, x vurulsun. Olur -x üstəgəl 4 bərabər x kvadrat çıxaq 30. -x kvadrat üstəgəl 4x çıxaq x kvadrat üstəgəl 30 bərabər 0 yazırıq. -x kvadrat üstəgəl 4x üstəgəl 30 bərabər 0. Hər tərəfi -2'yə bölək. X kvadrat çıxaq 2x çıxaq 15 bərabər 0. V teoremi ilə tapa bilərik. Toplayanda müsbət 2 verəcək. Vuranda -15. 5'dir və -3'dür. Bizdə nə lazım idi? Burada x 4'dən kiçik olmalıdır deyir. X 4'dən kiçikdirsə, onda verdiyimiz şərtə görə x 4'dən kiçik olduğu üçün x-ə -3 qiymətini seçə bilərik ikinci halda. Birincidə də ki, x 4'dən böyük idi. Orada da 7,5 qiymətini verə bildik. Deməli, x-ə aldıq -3 və 7,5. İndi həmin qiymətlərin cəmləmək lazımdır. 7,5 üstəgəl -3 cavabımız olacaq müsbət 4,5.